Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 sayılı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb. O Meydan TV-yə yazılı açıqlama göndərib. Həmin açıqlamanı təqdim edirik. Bir sıra səbəblərdən cəmiyyətimizi silkələnmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərtdən yayınmışam və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda istintaq edir və hüquq mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər. Lakin bəzi məsələlər var ki, mətbuatda və sosial mediada spekulyasiya və manipulyasiya predmetinə çevrilmişdir və hansında ki, mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinç Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən Sabunçu rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başa düşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon İcra Hakimiyyəti başçısına hadisə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yol üstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım və 6 dəqiqə sonra 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci tanışığım video yazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib. Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəkilişinin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək. Hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim. Elinanın həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyəcanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil. Sözügedən video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi. Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətə uyğun deyil. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürək yanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın.